Azərbaycan rayonlarını xəritə üzərindən göz yaddaşı ilə öyrənək. Demək, 2021-ci il 7 iyul fərmanına əsasən Qarabağ İqtisadi rayonu və Şərqi Zəngəzur İqtisadi rayonu yaradıldı. Qarabağ İqtisadi rayonuna daxil olan ərazilər hansılardır? Gördüyümüz bu narıncı rənglə işarələnmiş ərazilər Qarabağ İqtisadi rayonuna daxil olan ərazilərdir. Bunlar hansılardır? Buradan baxırıq. Gördüyümüz balaca yer Şuşa, Şuşa balaca. Şuşanın yanı, baxın bu ərazi Xocalı. Xocalı, Xankəndi onun tərkibində şəhərdir. Onun yanı Ağdam, Ağdamın sanki bir quyruğu var. Bu hissədən yadda saxlayaq. Ağdamın üstü Ağdərə, bilirik ki, əvvəl 92-ci ildə Ağdərə ləğv olunmuşdu, amma 2023-də yenidən bərpa olunubdu. Ağdərənin bir hissəsi Kəlbəcərdən, bir hissəsi Ağdamdan, bir hissəsi Tərtərdən götürülübdür. Bura ona görə olur Ağdərə, bu kiçik yer olur Tərtər, Tərtərin yanı isə Bərdə. Bərdədən aşağı Ağcabədi. Nəyə fikir verək? Ağdam, Ağdərə, Ağcabədi yaxındır. Deməli, baxın, Ağdərə, Ağdərədən aşağı Ağdam, Ağdamın yanı Ağcabədi. Ağdam, Ağcabədi, bu bacılar yanaşıdır, ağlar yanaşıdır deyə yadda saxlayaq. Ondan aşağıda isə bura Füzuli ərazisidir ki, o da Qarabağ İqtisadi rayonuna daxildir. Deməli, Füzuli, Xocavənd, baxın, xıları yadda saxlayırıq. Xocalı, Xocavənd, Xankəndi. Xocavənd, Xocavənd sanki iki sözün birləşməsinə oxşuyur. Ərazi də iki yerin birləşməsinə oxşuyur. Yəni, Hadrut qəsəbəsi Xocavəndin tərkib hissəsi olduğuna görə elə iki yerin birləşməsi kimidir. Deməli, Xocavənd, bu ərazi, Şuşa, balaca yer, Xocalı, onun tərkibində Xankəndi, Ağdam, dedik, ağ bacılar yanaşıdır, yəni Ağdamın yanı Ağcabədi və buradan baxırıq, Ağcabədinin bısıyla yadda saxlayaq ki, Bədi Bərdə, Ağcabədinin üstü Bərdədir, Bədi Bərdə, Ağcabədinin üstü Bərdə, aha, Bərdənin yanı Tərtər, Tər ağdır, təmizdir, deməli ağların yanında olacaq. Deməli tər, hardadır? Ağdamın üstü, Ağdərənin yanı. Ağdərə isə dedik ki, 92-də ləğv olunmuşdu, 2023-cü ildə yenidən bərpa olundu, Ağdərə rayonu yaradıldı. Bu oldu bizim Qarabağ İqtisadi rayonumuz. Bir də var Dağlıq Qarabağ anlayışı, hansı ki İqtisadi rayon yaradılmağından bu artıq, bu ifadə yox olmuş oldu. Bəs Dağlıq Qarabağ ərazisi, hansı ki qondarma qurum yaradılmışdı burada, DGNV yaradılmışdı, sonradan dedik ki Dağlıq Qarabağ Qondarma Respublikası elan elədilər 91-ci ildən. Ona hansı ərazilər daxildir, onu da belə yadda saxlayaq. X-nın kubu, A, Ə, bir də Şuşa. Baxırıq, X-nın kubu deyəndə, yəni Xocavənd, aha, Xocalı, tərkibində Xankəndi, Şuşa, bir də dedik ki, A, Ə, yəni Ağdərə və Əsgəran daxildir bu ərazilərə. Deməli, Dağlıq Qarabağ dedikdə isə sadəcə bunlar, yəni Dağlıq Qarabağla bütöv Qarabağ anlayışını səhv salmayaq. Sadəcə bunlar daxildir. İndi baxaq Dağlıq Qarabağ ətrafı ərazilərə. Yəni Şərqi Zəngəzur İqtisadi rayonu, axı 2021 7 iyuldan Şərqi Zəngəzur İqtisadi rayonunda yaradılıbdır. Bəs Şərqi Zəngəzura hansı ərazilər daxildir? Testdə də fikir verək, bəzən qəsdən çaşdırmaq üçün Şərqi Zəngəzur sualda soruşur, amma cavabda doğru variant kimi Qarabağ İqtisadi rayonuna aid olan ərazini verir, ona görə bunların yerini əzbər bilməliyik. Əvvəla, biz burada ən rahat yol Kəlbəcərlə yola çıxmaqdır. Çünki Kəlbəcər ərazi cəhətdən həm böyükdür, həm də bu çıxıntısı var. Kəlbəcərin çıxıntısına yola düşüb aşağı, yəni bu düz xətt üzrə aşağı düşürük. Bu düz xətt üzrə aşağı düşəndə K, L, Q, Z. Mənim qoyduğum bir kod var. Yəni, kəl qız saytları atırıq, K, L, Q, Z qalır. Deməli, Kəlbəcər, L, Laçın, Q, Qubadlı, Z, Zəngilan. Və ən əsası Zəngilanı yadda saxlayaq ki, Azərbaycanın son hərfi Z-dır. Deməli, son yer, bu da son nöqtə Zəngilandır. Zəngilanla bitirməliyik. Zəngilandan sağa doğru isə yenə bir düz xətt çəkirik. Bu da Zəncəfillə yola çıxırıq. Zəncəfil. Yəni Z, Zəngilan, C, Cəbrayıl, F, Füzuli.
Füzuli Qarabağ iqtisadi rayonuna aiddir. Amma buradan gördüyümüz, baxın bura sarı yer, bura isə Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. Deməli, baxın bu ərazi Cəbrayıldır. Cəbrayıl Şərqi Zəngəzur iqtisadi rayonu. Yəni kənardakılar, hansı ki o Kəlqız dediyim kənardakılar Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. Bu istiqamətlə Qarabağ ərazisini yaxşıca bildik. İndi görüm öyrənə bildikmi? Buradan rəqəmlər yazıram. 1, 2, 3, 4, 5. Qarabağ iqtisadi rayonu yox, Şərqi Zəngəzur aid olan ərazilərin ərazisini yazdım. Deməli 5 har oldu. Baxıram 5-ə. 5 gördüyümüz kimi çıxantıdan sağladı. Zəncəfildən yola çıxırdıq. Z nöqtəsi sonuydu. Demək Z-nın yanı olduğuna görə Cəbrayıl olmuş olur. Deməli 5 Cəbrayıl. İndi baxıram 4 haradır? Z nöqtəsi sondur. Deməli 4 haradır? Zəngilan. Zəngilandan yuxarıya doğru dedik, çıxıntısı olan bir haradır? Kəlbəcər. Kəlbəcərdən aşağıda 2 haradır? Kəllı, yəni Laçın. İlk deyirik elə işğaldan azad olmuş ərazilərdə ilk infrastruktur layihəsi hardadır? Laçında. Elə Laçında hansı məbəd olub erkən orta əsrlərə aid? Deyirik ki, Ağoğlan məbədi. Laçın oğlan, Ağoğlan. Bunu da belə yadda saxlaya bilərik. Sonra baxırıq 2-nin 6 Kəlqız dediyimiz ifadə ilə yola çıxırıq. Qubadlı, deməli 3-də Qubadlı ərazisidir. Və baxaq, deməli bu ərazi verilərsə əgər ki bu il verilmə ehtimalı böyükdür. Haranı soruşacaq? Deməli bizdən Ağdərəni soruşacaq. Ağdərə bilirik ki 92 Elçibəyin dövründə azad olundu. Sonra 93-də yenidən işğal olundu. Antiterrorla yenidən azad olunmuş ərazidir Ağdərə. Hətta Vətən müharibəsi dövründə də burada bir sıra əməliyyatlar getmişdi. Sonra baxırıq, deməli, məhz bu əraziyə baxaq, dedi, iki yerin birləşməsinə oxşayan. Bura haradır? Xocavənd. Xocavənddə hansı əməliyyatlar getmişdi yadımıza salaq? Xocavənddə Hadrut istiqamətində əməliyyatlar məhz elə Vətən müharibəsi dövründə getmişdi. Amma Xocavəndin tam azad olunması antiterror nəticəsindədir. Ümumiyyətlə X-nın kubu, yəni Xocalı, Xocavənd, Xankəndi, Aə, Ağdərə, Əsgəran azad olunub antiterror nəticəsi. Bunlar Vətən müharibəsinə aid deyil. Amma buradan Dağlıq Qarabağ ərazisindən daxil olan Şuşa isə Vətən müharibəsi dövründə azad olunmuşdur. Şuşa deyəndə balaca yerlə yola çıxırıq. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 yazdım. Demək bir hara oldu? Şuşa. Və Şuşanın elə 91-ci də blokadaya alınmışdı. 92-də Şuşanı blokadadan çıxarmaq üçün əməliyyatlar keçirilmişdi. Uğursuz Daşaltı əməliyyatı. Məhz Şuşa 92-ci ilin 8 mayında işğal olmaqla bütün Dağlıq Qarabağ, bütün Qarabağ yox, bütün Dağlıq Qarabağ işğal olunmuş olmuşdu. Sonra baxırıq, deməli Vətən müharibəsi dövründə də Şuşa azad olundu. Şuşanın üstü dedik har oldu? 2. 2 haradır? Şuşanın üstü Xocalı. Onun da tərkibində Xankəndi şəhəri. Xocalı, Xankəndi. Deməli, bu da 92-ci ilin hərbi əməliyyatları nəticəsində işğal olunmuş ərazi antiterrorla da azad olunubdur. Sonra baxırıq, Xocavənd 4 oldu. Xocavənd. Xocavənd antiterrorla azad olundu. Dedik, Vətən müharibəsi dövründə isə bir hissəsi azad olunmuşdu. Xocavənd. Xocavənddə Azıq mağarasını yadda saxlayaq. Sonra baxırıq, 6 haradır? 6 ərazisi. Baxın, deməli, Zəncəfillə yola çıxmışdıq. Füzuli ərazisidir. Füzuli. Elə Füzulidə beynəlxalq hava limanını yadda saxlayırıq ki, 2021-ci ildə açılmışdı. Sonra baxırıq, deməli bu 7 ərazisi. Görürükmü? Baxın, bura dedik ki, Ağdərə yaradıldı. Tərtər, Ağdam və Kəlbəcərin bir hissəsi hesabına. Demək, bura Ağdərədir. Ağdərə. Bunun yanı, dedik yaxı ki, Ağdərənin yanı Tərtərdir. Demək, bura Tərtər olmuş olur. Baxın, bu balaca yer Tərtər. Tərtərin yanı haradır bəs? Tərtərin yanı Bərdə. Məhz Bərdənin altı haradır? Ağcabədi. Dedik ki, Ağdamdan Ağcabədi yanaşıdır. Deməli, ağlar yanaşıdır. Ağdam, Ağcabədi. 1 Ağdam, 2 Ağcabədi. Bədinin üstü Bərdə, Ağdamın üstü Ağdərə, digər üstündə isə Tərtər var.
Bunu yadda saxladıqsa, keçək digər ərazilərə. Yola çıxanda həmişə Göyçə gölünə baxaq. Göyçənin ətrafında anklavımız hara olubdu? Başkənd düşməndən təmizlənmişdi. Anklav Gədəbəydə yerləşən. Deməli, bura haradır Göyçənin yanında? Gədəbəy ərazisi, məhz Gədəbəy. Sonra bilirik ki, Azərbaycan şimaldan Rusiya ilə, yəni bizim başımızdan əzən həmişə Rusiya olub. Demək, şimaldan Rusiya ilə sərhədi. Cənubdan, bizdən aşağıda olan dövlət İran, demək cənubdan İranla sərhədi, şərqdən bilirik Xəzər dənizi. Qərbdən isə diqqət edək. Əgər şimal qərbdən deyiriksə, buradan Gürcüstanla sərhədi. Əgər qərbdən deyiriksə Ermənistan, çünki Göyçə, İrəvan tarixən bizim torpaqlarımız olubdu, orada Ermənistan dövlət yaradıbdı. Bu istiqamətdən isə sərhədimiz, yəni yan tərəfimizdə olan yan yoldaşımız Türkiyədir. Belə də yadda saxlaya bilərik. Və təbii ki, bilirik ki, bu istiqamət Naxçıvandır. Bunu hamımız bilirik. Buradan gələk Gürcüstanla sərhədimizdə olan ərazilərə. Baxın, deməli, Tiflis Gürcüstan ərazisidir. Hazırda Azərbaycanda deyil. Deməli, buralar Gürcüstan ərazisi olduğuna görə Gürcüstana ən yaxın yer hazırda Azərbaycanda haradır? Qazax. Deməli, ən kənarda olan Qazaxdır. Qazaxın yanında olan bura Ağstafa və onun yanı Tovuzdur. Tovuzu mütləq yadda saxlayaq. Qazağı, Tovuzu yadda saxlayaq. Çünki Qazaxda deməli İbtidai icma dövrünə aid abidələr var. Daş salahlı, damcılı. Eyni zamanda da məhz Tovuzda da Neolit dövrünə aid abidələr var. Ona görə də bunları yaxşıca yadda saxlayırıq. Oradan gəlirik, deməli, Tovuzdan aşağı Şəmkir, bura Şəmkir. Şəmkirdən aşağı, baxın bu ərazi, gördüyümüz bu ərazidə hara yerləşir? Məhz bax, burada bu iri yer, böyük yer Goranboydur. Goranboyun yanında bu ərazi isə Gəncədir. Deməli, Gəncə hardadır? Məhz burada. Gəncə. Yaxınlaşdırıram. Gəncəni mütləq yadda saxlayaq. Gəncə vacibdir. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtı haradır? Müvəqqəti paytaxtı haradır? Gəncə. Sonra baxırıq. Demək, buradan fikir verək ara Mingəçevir su anbarına. Bu su anbarının altı hara olacaq? Yevlax və Mingəçevir şəhəri. Deməli, bura Yevlax dedikdə məhz bu ərazi Mingəçevir su anbarının altında axtaracaq. Sonra baxaq, deməli bizə lazım olan, daha çox vacib olan yerlərdən gedəcəm. Buradan, baxın, şimaldan beləsinə doğru düşürəm. Belə. Belə düşəndə fikir verək nəyə? Buradan birinci Balakəndi, Balakən. Sonra Zaqatala, sonra Qax, sonra Şəki. Bunu necə yadda saxlayaq? Şəki 4 hərflidir. 4 hərfli olan 1, 2, 3, 4. 4-cü sıradadır. Demək, 4-cü sırada olan Şəkidir. Və baxıram, Qax 3 hərflidir. Demək, 3-cü sırada olan Qaxdır. 1, 2, 3. 3-də olan Qax, 4-də olan Şəki. Və bilirik ki, Qaxdır, Zaqataladır, Balakəndi bir-birindən yanaşıdır. Deməli, Qaxın üstü Zaqatala, Zaqatala davamlı üsyan nöqtəsi 1863. Onun üstü Balakən, 4-cü isə Şəkidir. Şəkidə Kiş məbədini yadda saxlayaq ki, Şəki. Və baxırıq, Şəkinin yanı son Tunc dövrünə aid kurqan qəbirləri haradan aşkar olunubdur? Məhz Oğuzda, Oğuzda Kərimli kurqanı. Demək, Şəkinin yanı isə Oğuzdur. Buradan biraz sağa doğru gəlsək, məhz Oğuzun yanı Qəbələdir. Demək, bura Qəbələ. Qəbələnin yanı İsmayıllı. İsmayıllıda isə deyirdik ki, yenə Alban memarlıq abidəsi Cavanşir qala var. İsmayıllın adı da böyükdür, sanki ərazi də böyükdür. Belə yadda saxlayaq ki, bura İsmayıllı ərazisidir. İsmayıldan yuxarıda hazırda ən böyük iqtisadi rayon olan, əvvəllər Kəlbəcər böyüydü, indi Kəlbəcərin bir hissəsi Ağdərəyə verilib deyə Qubanı götürürük. Bura Qubadır, ən böyük iqtisadi rayon Qubanı götürürük ki, Qubanın da yerini əzbər bilməliyik. Quba demək bu ərazidir. Və Qubadan yuxarı Xaçmaz var ki, burada bilirik ki, Azərbaycanın ən şimal nöqtəsi Dərbənd, əvvəl Dərbənd bizdə idi, indi hazırda Dərbənd yoxdur deyə şimalda Xaçmazı götürürük. Xaçmazda da nə var idi qədim dövrdə? Yəni erkən Tunc dövründə dini ibadət evləri, Sərkərtəpə yaşayış məskəni. Sonra buradan bizim üçün vacib olan yerlərdən biri də Şamaxıdır. Baxın, Şamaxı və Ağsu.
Əvvəllər Şamaxını bütöv belə götürürdük, sonradan isə bölünə görə, demək Şamaxı bu dəniz atına oxşayan yer Şamaxıdır. Şamaxının yanı bu hissə isə bura gedir hara? Ağsu. Bizə lazımdır ən çox Şamaxı hissəsi. Məsələn, Şamaxı Astrofizika Rəsədxanası düşdü. Neçənci götürürük? 59. Sonra baxırıq, deməli buradan Şamaxının yanı Qobustandır. Bura Qobustandır. Buradan isə sağa doğru getdikcə, təbii ki, Abşeron yarımadası, Bakını hamımız tanıyırıq. Yəni Abşeron yarımadası, Abşeron, buradan da gedir məhz Bakı. Sonra gələk, demək buradan düşək aşağıya doğru, cənub bölgəmizə doğru. Cənub bölgəsində bilirik ki, İranla sərhədimiz Astaradır. Demək, ən sonda olan Astaradır. Astaranın Lənkəranı bilirik ki, bunlar dəniz sahili əraziləridir. Deməli, onda dəniz sahilində olan Astaranın üstü Lənkərandır. Çünki Lənkəran da bilirik ki, dənizə baxır. Demək, Astara, Lənkəran yadda saxladıq. Astaranın digər üstü L-lar yanaşıdır. Digər üstündə isə Lerikdir. Demək, Lerik buradır. Lerikdə hansı abidə var idi? Oğlan qala. Deməli, Lerik Lənkəran yanaşıdır. Dənizə baxan Lənkərandır. Onun kənarında olan Lerikdir. Baxın, bura yardımlı gedir, bizə lazım deyil, yəni düşərsiz hissələrdən deyil. Bura isə Cəllabad ərazisidir. Sonra baxaq, deməli, bizə lazım olan hissələrdən biri də məhz buradan Beyləqan ərazisidir ki, Beyləqanda bildik ki, 93-cü ildə Heydər Əliyevin uğurlu hərbi komandanlığı nəticəsində tank hücumunun qarşısı alınıbdır. Məhz açar formasına oxşayan yer Beyləqandır. Deməli, bura hara oldu? Beyləqan. Bir də buradan diqqət edirik, Anklav Gədəbəy. Gədəbəyin yanında isə yerləşir Daşkəsən. Daşkəsən də Gədəbəyə yaxındır, yəni Kəlbəcərin üstüdür. Aha. Bir də Naxçıvanda bir məqama diqqət edək. Əgər Naxçıvanda Şərur düşərsə, Şərur yadda saxlayaq ki, Sədərəyə yaxındır. Burası Sədərəkdir. Deməli, Şərur bu ərazidir. Naxçıvanda ən şimala yaxın Şərur. Şimala yaxın Şərur, şimalda doğrudur deməli Şərur. Amma Ordubad, Culfat düşərsə, Ordubad ən cənubda Ordubaddır. Onun üzəri Culfadır. Yəni, Naxçıvanda Ordubad aşağıdadır, Şərur yuxarıdadır. Buna da diqqət edirik. Bəzi testlərdə Əli Bayramlı, Sabirabad əraziləri düşür. Onlar da yadda saxlayaq hər ehtimala qarşı. Baxın, bu beləsinə əyilən yer. Bura. Bu əyinti olan Sabirabaddır. Bunda bu çıxıntı olan bura Əli Bayramlıdır. Bunu da hər ehtimala qarşı yadda saxlayaq. Əsas olan məqamları çatdırmağa çalışdım. Ümidvaram ki, faydası dəydi. Uğurlar.